Müasir İpək yolu üzərində Türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri, çağırışlar və perspektivlər mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə müxtəlif ölkələrin tanınmış alimləri və universitet rəhbərləri iştirak ediblər. İpək yolunun Türk dünyası üçün regional əməkdaşlıq və mədəni inteqrasiyanın inkişafında oynadığı rol müzakirə olunub. İştirakçılar Türk dövlətləri arasında humanitar və elmi əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq gələcək əməkdaşlıq istiqamətləri üzrə təkliflərlə çıxış ediblər. Burada olmağımızdan çox məmnunuq. Bu, əməkdaşlığımızın yalnız başlanğıcıdır. Azərbaycan və Özbəkistan universitetləri arasında tələbə və müəllim mübadilə proqramları həyata keçirmək və universitetlərimiz arasında bir sıra müqavilələr imzalamaq niyyətindəyik. Bu konferansın təşkilatçılarından biri Kokan Universitetidir. Konferansın 3-cü mərhələsi gələn il bizim universitetə keçiriləcək. Çok büyük bir layihədir. Ona göre ki integrasiya prosesi bu çok böyle derin ve dolgun bir prosestir. Ona göre bu layihə 3 illiydi ve sonradan Türkiye'de ve Özbekistan'da geçirileceği. Biz inanırıq ki Kazakistan ve Türkmenistan ve Kirgistan alimleri de bizimle birləşəcəklər. İpək yolu ülkelerinin, İpək yolu güzergahında üzerinde bulunan ülkelerin iktisadi, siyasi, kültürel, sosyal ve benzeri alanlarda gelecek dönemlere yönelik işbirliğini, birlikteliğini ve bir hem siyasi hem iktisadi güç olarak bir birliktelik olarak ortaya çıkmasını tartışmak, bilim adamlarıyla, bilimsel yöntemlerle tartışıp konuşup geleceğe yönelik bir kısım perspektifler ortaya çıkarmak ve aynı zamanda mevcut zorlukların neler olduğunu görebilmektir.